Tehranda İranın ali rəhbəri Əli Xameneyinin iqamətgahı və prezident administrasiyasının yerləşdiyi ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir. Missiyas xəbər verir ki, bu barədə xaricdə fəaliyyət göstərən fars dilli media orqanları məlumat yayıb. Bildirilib ki, həmin ərazilərdə yerləşən bir neçə məktəb bugün əvvəlcədən rəsmi elan verilmədən fəaliyyətini dayandırıb. Mənbələrin məlumatına əsasən səhər saatlarında məktəbə gələn şagirdlər avtobuslara mindirilərək evlərinə geri göndəriliblər. Bundan əlavə, ötən gecə yerli vaxtla saat 23:00-dan sonra Xameneyinin iqamətgahının ətrafında çox sayda təcili tibbi yardım maşını, polis qüvvələri və xüsusi təyinatların cəmləşdiyi vurğulanıb. Qeyd olunub ki, hadisə ilə bağlı İran rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Daşqın Həsənov, İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.